Happy birthday to you. 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 Hey, la la la. Happy birthday to you. Aysu ad günün mübarek olsun. Seni alkışlıyoruz. Saat 7:15. Dünyaya hoş geldin. Happy birthday to you. Aysu buz. Ne oldu? Ne oldu? Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Dünyamıza hoş geldin. Saat 7:16 oldu. Hadi uyan bakalım, uyan. Adı günü mübarek güzel kızım. Badişka adı günü mübarek. Aa, bu nedir? Bu kamera nedir? Gel diğer iç. Okey. Tamam. Salam əziz və hörmətli, dəyərli, gözəl izləyicilərim. Hər birinizi xoş gördük. Yeni vloguma xoş gəldiniz. Qarşınızda bu kanalın gözəl və əziz sahibi məncə Games Ice'dır. Yəni Aysu. Kanalıma ilk önce demək istəyirəm ki, kanalıma abunə olun, videoma like atsanız, bol da güzel yorumlar yazsanız həqiqətən çox sevinirəm və ilk öncə də təşəkkürlər. Sizi çox sevirəm. Vlogumuz başlamışdır zaten. Deməli səhər saat 16 dekabr 7:15 tarixində Aysu adında bir qız dünyaya gəlmişdi. Zaten bilənlər bilir əzizlərim. Və bu gündə həmin gündür, mənim ad günümdür. Bu gün artıq mənim 23 yaşım tamam olur. Mən 24-ün içərisində keçirəm. Həyatımda əlbəttə ki, çox dəyişikliklər olacaq. Çox gözəl inşallah bir şeylər olacaq əlbəttə. Bu yaşım üçün daha gözəl planlarım var əlbəttə. Yerdə əlbəttə deyirəm, nə qədər əlbəttə deyim. İnşallah nə gözəl yaş keçdi deməyi nəsib olsun. Bu yaşım xeyirli, uğurlu, düşərli olsun mənə. İnşallah gözəl keçsin. Çox arzu edib, istəyirəm. Çox sağ olsun mənim gözəl valideynlərim və ailəm ki, məni səhər saat 7:15 radələrində, yəni mən dünyaya gələn zaman məni belə gözəl hədiyyələri ilə gözəl şəkildə oyandırıb mənə qarşılamışdılar. Bu arada çox sağ olsunlar ki, imkan verdilər ki, 10 dəqiqə hazırlaşım, tez basır. Gəlim ki, videoya belə qəşəng başlayayım. Kreativ fikirlər odanı. Başlayaq. Ben sizi gözəl bloggeriniz, əziz bloggeriniz, gay bloggeriniz, Azərbaycan gay blogger olan Games Aysunun atasıyam. Üzr sayın, həyəcandan biraz səhv danışa bilərəm, həqiqətən. Ola bilər, normal haldır. Qızımın ortancıl qızımdır mən, bu qızım. Qızımın ad gününü ürəkdən təbrik edirəm. 100 yaşasın. İnşallah ürəyində nə arzuları varsa hamısı yerinə yetsin, qəbul olsun, amin. İnşallah bütün niyyətləri, duaları. Aysu çox ağıllı qızdır. Mən heç vaxt uşaqlarımın arasında ayrı seçkilik qoymamışam. Bəli. Aysu belə çox fərqli bir uşaq olub biz üçün. Necə deyim? Aysu həm ortancıl olduğuna görədimi, nəyə görədimi, həm bizə böyük olub, böyük qız kimi, həm də bizə uşaq kimi olub. Aysu ona görə də fərqli xassiyyətlərə malikdir həqiqətən. Biz onu çox istəyirik hamımız. Öz bacıları da onu çox istəyir həqiqətən. Baxma, bəzən ola bilər indi bacı-qardaş davaları olur, bacılardılar. Aralarında minik zarafatçıl bir söhbətlər düşür, heyif ki. Eybi yox, onu da qəbul olun. Çünki hər biri zarafatdır zaten. O haqqı danışmayaq. Ad günü mübarək olsun. 100 yaşasın. Həyəcandan başqa bir şey demək istəsəm belə deyə bilmirəm həqiqətən. Var olsun. Məndən ona hədiyyə bu arada 210 manat, 250 eləyə, 250 manat məbləğində pul. Həqiqətən. Bugün burada danışmaq mənim üçün nə qədər çətin olsa da yenə danışmalıyam və danışacağım əlbəttə. Mənim ortancıl qızım Aysu'nu sizin blogerinizin
Az günü mübarək 100 yaşasın. Allah bütün arzulara çatdırsın. Amin inşallah tezliklə. Aysu çox bacarıqlı qızdır. Mənim ümumiyyətcə qızlarım, oğlanım da çox bacarıqlıdırlar. Aysu da bacarıqların birindəndir ki, Aysu oxudu, çalışqan oldu, universitetə qəbul oldu, bank işçisi işləyir indi də. Özünə maşın aldı, birazdan inşallah ev də alacaq. Yəni onun planları hələ də davam eləyir, həyatı davam eləyir çox gözəl şəkildə. Onun çox gözəl planları var. Allah o planlarını yerinə yetirməyi nəsib etsin inşallah tezliklə ona. Mənim gözəl qızım. Baxın, mən böyük qızıma nə deyirdim? Mən həmişə ona böyük qızım, yəni böyük qızım deyil, Aygünə mən həmişə anam deyirdim. Çünki anamın adını daşıyırdı. Anam deyirdim, mamam, anam. Böyükdür həm də ona görə. Ortancıl qızım Aysuya həmişə mələyim demişəm. Amma ən balaca qızıma prinsesim demişəm. Oğluma da həmişə mənim qəhrəmanım demişəm. Yəni belə olub bizdə həmişə ailə münasibət uşaqlarıma qarşı olan sevgim tükənməzdir əlbəttə. Onların sevgisi əvəzsizdir. Mənim də onlara qarşı olan sevgim əlbəttə ki, əvəzsizdir. Mənim qızım çiçəkləri çox sevdiyinə görə, onun ayrıca bir gözəl dev bir gül kolleksiyası olduğunu getdim qoy. Özünə bənzəyən bir şey alım ona. Qızıma bənzəyən əlbəttə ki, göldür və bu güllər də çox xoşuma getdiyinə görə, qızım da çox xoşuna getdiyimə görə bunu aldım. Sevdim. Tamam, mən Aygün. Evin böyük qızı, evin ilk qızı. Aysudan da böyük olan bacısı, 25 yaşım var. Mənim Aysuya hədiyyəm robot tostorandır. Dyson. O belə dediyim robot şeyləri sevdiyi üçün və çoxdandır robot tostoran, yəni Dyson arzuladığına görə deməli ona Dyson alım. Niyə görə? Aysunun çünki ən sevdiyi ev işi ev tostoranlamaq, bir də qab yumaqdır. Yəni bu iki işi çox sevir. Ən birinci ev tostoranlamaqdır. O baxın istəyir ki, belə sakit şəkildə həmişə qoşur qulağına naşıqı, yəni AirPods-u. Əllərə tostoran, bütün evlərə tostoran, niyə tostor ya, sakitləşir, musiqi qulaq asa qəşəng işlərini görür. Mən dedim ki, qoy daha rahat olsun işləri, ona bir Dyson rahat tostoran alım robotunu. Həm evə uyğun, həm də ki ona uyğun. Belə də ki onlara hədiyyə tapa bilmədim həqiqətən. Zaten belə də ki ona 50 manat məbləğində hədiyyə verəcəm. Bu arada anam da 100 manat verəcək ona əlavə. Salam. Mən evin prensesi, evin kiçik qızı. Son beşiyi Aysudan da balaca qız. Aysunun balaca kiçik bacısı. Deməli, adım Ayşədir. Universitet tələbəsiyəm. Bacıma belə gözəl, şirin və sadə otağına qoya biləcək ən dəyərli və gözəl bir hədiyyə aldım. Pişik. O pişikləri çox sevir çünki. Özü də qara rəng pişikləri daha çox sevir. Arzusu budur ki, onun qara pişiyi olsun, qara rəngli pişiyi olsun və ya da ağ-qara. İnşallah onu da alarıq yaxın zamanda ona. Elə bir tərs, onun sevdiyi tərs bir şey tapa bilmədim əslində, yoxsa onu alacaqdım normalda. Planlarım var idi veterinərdən falan. Amma almadım, dedim eyb yox, onun qəşəng bir dənə canlıya bənzəyən bir heykəlini alım. Bu da çox xoşuna getdi əlbəttə onun. Çünki Aysu belə əl işlərinə çox dəyər verir və çox sevir həqiqətən. Bəyəndi işte. Super. Qızlar, baxın, qırmızı qəşəng belə tapanlarım. Ad gündə onun. Bu arada bir şey demək istəyirəm.
Normalda diyeyim. Ad günümde her şey pembe olmalıydı ama sonradan düşündüm ki zaten 22 yaşında ad günümdə hər şey pəmbə idi. Ona görə ən yaxşısı indi qırmızı bəy, fərqli. Belə oldu ona görə. Çox qəşəngdir. Ağ, qırmızı belə elədik. Evet. Həqiqətən çox qəşəngdir. Hər şeyi bəyəndim. İndi gedirəm çıxış etməyə. Çıxışma sona qədər izləyin. Herkese salam. Bugün mən bu gözəl, özəl günümdə, ad günümdə bu gözəl halda sizi görməkdən həqiqətən çox şad oldum, ürəkdən deyirəm. Çox sağ olun yanımda olduğunuz üçün. Hələ demək olar %10%, yəni ailəm gəlib burdadır, oturub. Yəni elə insanlar içəridədirlər. Mən bugün 23 yaşım tamam olur doğum günümdə. Ad günümdə belə deyim. Evet. Bugün çox özəl və gözəl gündür, bilirsiniz. Mənim ad günümdür çünki. Mən öz doğum günümə çox gözəl şəkildə çox önəm verən birisiyəm. Bunu hər kəs bilir. Hər il yeni yaşıma, nə bilim, 2 ay qalmış. Saymağa başlayıram ki, bəs 2 ay 10 gün, 2 ay 7 gün, 1 ay 20 gün, 1 ay 30 gün, yəni 10 gün, 15 gün belə 2 aydan qalmış saymağa başlayıram. Yəni artıq oktyabrdan və saydım. Artıq dünən fərqinə vardım ki, saydığım günlər bitdi. Sabah mənim ad günümdür. 16 dekabr dünyaya gəlirəm. Səhər çox sağ olsun valideynlərim mənə hədiyyələrini təqdim etdilər. Məni 7:15 dünyaya gələn saat radələrində oyatdılar. Məni təbrik etdilər. Çox sevindirici bir hal idi həqiqətən. Çox sağ olun, var olun. Mən hər şey üçün öz ailəmə, yəni valideynlərimə borcluyam. Hər kəs hər şey üçün çox sağ olsun. Yəni əzizlərim haqqında deyirəm bunda. Sizlərin sayəsində əziz anam, əziz atam, bacılarımın da dəstəyi oldu. Ən əsas anam və atamın sayəsində mən hal-hazırda ayaqdayam. 23 ildir dünyadayam. Hal-hazırda gözəl şəkildə 23 yaşımı qeyd edirəm. Ayağımın altında gözəl bir maşınım var, avtomobilim var, yəni. Evim olacaq yaxında inşallah. Və hətta mən tələbə olmuşam, universitet oxumuşam və bankçısı işləyirəm indi. Hər biri bunların ailəmin sayəsindədir. Bəli, həqiqətən hər birimiz bunu bilirik və bunu itirməməliyik bu əziyyətləri. Bir də bir söz demək istəyirəm. Bilmirəm nə deyim, necə deyim əslində, amma nə bilim də deyim. Bilirsiniz də biz bu dünyaya anamız gətirir, atamız gətirir. Yəni dünyaya ən çox yaxşı belə dedim. Dünyaya bəxş edən anamız da, düzdürmü? Və bilirsiniz, bizi dünyaya gətirən anadır. Dünyada yaşamağa həyat verən atadır. Bunu hər kəs bilməlidir zaten. Bilən bilir, bilməyən də bilsin, xahiş edirəm. Ən dözə bilmədiyim duyğu ana-ata duyğusudur. Həmişə özümə də sual vermişəm ki, görəsən məndəmi gələcəkdə öz övladlarıma qarşı öz anam kimi yaxşı ana,
öz atam kimi də yaxşı ata tapa biləcəmmi? Yəni nə olur olsun axı həyatdır da. Bunlara ürəyimdən gələnlərə etiraf etmək istədim ciddi şəkildə və sadə, normal şəkildə. Çox sevindim. Ətraflı sizə izah etməyim üçün bunları. Həqiqətən var olun, çox sağ olun, təşəkkür edirəm. Doğum günümə gəldiyiniz üçün, mən tək qoymadığınız üçün thank you. Var olun, çox sağ olun, həqiqətən çox təşəkkürlər. Gəlin keçək içəri, doğum günü partimizə başlayaq. 3, 2, 1, start, happy birthday! Woo! Hamı gəldi ad günümə, sizə doğum günümdə olan insanların hamısını tanıtmaq istəyirəm. Bu il ad günümü doğmalarımla keçirmək istədiyim üçün belə oldu. Belə. Atam, deməli, bəli, Anar müəllim. Necəsiz? Çox sağ olun, yaxşıyıq. Şükür Allaha, yaşayırıq. Mübarək deyin ad günün qızım. Çox sağ ol, çox gözəlsən bu arada. Can, çox sağ olurum. Thank you so very much. Ne dedim, ne bileyim. Bir o kadar da kızın İngiliz dilini fışkırtmır diye. Fikir de o gəlinindən sonra İngiliz dili bilməz. Bu arada kardeşim gibi Türkiye'de olduğuna göre gələ bilmədilər ev ki. Neyse, onlar da burada olmuş kimidilər. Mamaların maması. Happy birthday to you. Ad günün mübarək. Təşəkkürlər. İngilizcə çıxdı məndən. Çox belə maraqlı şeydə deyim. Söhbət eləyir sizə. Dayım qızı sarışın. Çoxdandır istənilən həmin o dayım qızı. 25 yaşı var. Necəsən? Adı nədir deyim sizə. Deməli adı Ayseldir. Aysel necəsən? Canım, Güldən niyə belə oldu ki ay bacı? Ad günün mübarək can, ürəyim, əzizim mənim, bibi qızım. Təbrik eləyirəm sən ürəyim. Bir dənəməzsən. Oh my god. Bacılar inciyər deyən görüm. Kiçik bacım, təbriklər. Böyük bacım, ad gün mübarək aşkım. Thank you. Və padruqam Nəzrin, necəsən? Bir dəqiqə danışacağım ədəğa. Necəsiz, neyinirsiniz? Diyanında bir imkan verir qız danışsın. Necəsiz, neyinirsiniz əziz və hörmətli izləyicilər? Təbrik edirəm Aysunu, mənim can, ürəyim, dostumu, rəfiqəmi, əzizimi. Ad günü mübarəkdir, 100 yaşasın, Allah arzularına çatdırsın və Sara gözəl təbriklər. Əlbəttə, o ürəksən sən, ciddiyəm. Bəli, iki bacı padruqalarım, iki bacılar, Şahanə və Nuray bacıları, bəli. Necəsiz, neyinirsiniz dərim? Salam əleykum. Şahanə budur. Salam, necəsiz? Çox sağ ol, yaxşıyıq, sən necəsən Şahanəm, can, ürəyimsən. Təbrik dedi bəy sizə. Super ad günü. Təbrik eləyirəm sənə 100 yaşa. Allah ürəyində nə arzularım varsa ora çatdırsın. Amin. Çox sağ ol ürəyim sizdən bahəm. Nuray. Salam, necəsiz? Ad günü mübarək Aysunu. Təbrik edirəm, böyük qız olsun. Böyük qız. 23 yaşı var, böyük qız olsun. Çox sağ ol yerdə. Sən də bahəm. Aynen Ego. İndi parti zamanı. Getdik partiya. Haydi yallah. Tup tak 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 tarak karak kak. Tup tak 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 tarak karak kak. Haydi yallah yallah be, yallah 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 be, haydi yallah yallah be, yallah 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 be. Happy birthday to you, happy birthday to you, happy birthday to you. Deməli, ad günüm mübarək. 100 yaşıyım. Özüm-özümə deyirəm.
Bircə dəqiqə. Ada imkan verin ada. Aha. Həqiqətən özümü var. Təbrik edirəm. 100 yaşım. Gəlin də bura. Sizə nə olub belə? Gəldi bu adamda. Çox sağ ol həqiqətən. Sən də sağ ol. Bir dəqiqə, bir dənə qəşəng ortam yaradaq qızlar geliyoruz da. Ya mandalina suyu, gitiyor mən süt içiyor. Kəsirik, hoppa, yeri. Hoppa, niye yemirik? Ha, yedik, halal olsun. Bravo.